Değerli dinləyicilər, Azərbaycan ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər. MİQ və sertifikasiya mətnləri seriyasından 10-cu mətnimizi təqdim edirəm. Bu başdan deyim ki, bu mətni dinləyəndə diqqətli olun. Dalbadal bu mətnlə bağlı 3 sual olacaq. Siz bilirsiniz ki, MİQ və sertifikasiya imtahanlarında mətnin biri digərlərindən həcminin böyüklüyünə görə fərqlənir və həmin mətnlə bağlı 3 sual olur. İndi səsləndirəcəyim mətn biraz həcmcə böyükdür və onunla bağlı biz növbəti dərslərdə də daha 2 sual görəcəyik. Həmin mətnin birinci sualı budur. Hansı atalar sözü sən məndən daha yaxşısan deyən Van Traunun qərarının doğruluğunu təsdiq edir? A. Zər qədrini zərgər bilər. B. Yaxşılığa yaxşılıq hər kişinin işidir. C. Dost dosta tən gərək. D. Pis günün ömrü az olar. Y. Dostlar gündə anlar. Mətnə diqqətlə qulaq assanız, bu sualın cavabını çox rahatlıqla tapacaqsınız. Futbol əfsanəsi Ronaldo, bütün uğurlarım üçün Albert Van Trau'ya təşəkkür etməliyəm. İkimiz aşağı yaş qrupunda oynuyorduk. Bizim oyunumuzu izləməyə gələn Sporting Lisbon'un meneceri kim daha çox gol vurarsa onu komandaya alacağını söyləmişdi. Həmin oyunu 3-0 qazandıq. Birinci golu mən, ikinci golu isə Albert vurdu. Üçüncü golda isə mənə və hamıya çox təsir edən bir hadisə oldu. Albert rəqib qapıçını da keçəndən sonra topu boş qapıdan keçirmək əvəzinə mənə pas atdı. Oyundan sonra niyə belə etdiyini soruşduqda sən məndən daha yaxşısan demişdi. Jurnalistlər Van Trau'dan hadisənin gerçək olub olmadığını soruşduqda o, bəli, hekayə gerçəkdir. Ronaldo Sporting klubuna aparıldı, mən isə futbolu buraxdım və indi də işsizəm deyir. Jurnalistlər, işsiz olduğunuz halda bu qədər böyük bir evi, belə lüks bir maşını necə əldə etdiniz? Van Trau, bunların hamısını Ronaldo elədi. Mətni bir daha səsləndirirəm. Futbol əfsanəsi Ronaldo demişdi. Bütün uğurlarım üçün Albert Van Trau'ya təşəkkür etməliyəm. İkimiz aşağı yaş qrupunda oynuyorduk. Bizim oyunumuzu izləməyə gələn Sporting Lisbon'un meneceri kim daha çox gol vurarsa onu komandaya alacağını söyləmişdi. Həmin oyunu 3-0 qazandıq. Birinci golu mən, ikinci golu isə Albert vurdu. Üçüncü golda isə mənə və hamıya çox təsir edən bir hadisə oldu. Albert rəqib qapıçını da keçəndən sonra topu boş qapıdan keçirmək əvəzinə mənə pas atdı. Oyundan sonra niyə belə etdiyini soruşduqda sən məndən daha yaxşısan demişdi. Jurnalistlər Van Trau'dan hadisənin gerçək olub olmadığını soruşduqda o, bəli, hekayə gerçəkdir. Ronaldo Sporting klubuna aparıldı, mən isə futbolu buraxdım və indi işsizəm. Deyir, jurnalistlər, işsiz olduğunuz halda bu qədər böyük bir evi, belə lüks bir maşını necə əldə etdiniz? Van Trau, bunların hamısını Ronaldo elədi. İndi siz bu məqamda videonu sıxılıyorsunuz, cavabını müəyyənləşdirirsiniz. Ondan sonra mən sizə mətnin oxu şəklini gözünüzün qarşısına gətirirəm. Bu dəfə də oxuyub, daha diqqətlə oxuyub cavablandırırsınız. Bu anda yenə videonu saxlayırsınız. Şifahi şəkildə dinləyib necə cavablandırmağınızla oxuyub necə cavablandırmağınızı müqayisə edirsiniz. Bəlkə də cavabınız üst-üstə düşür, bəlkə də cavabınız fərqlənir. Bu zaman siz dinləyib anlamağınızla oxuyub anlamağınız arasındakı fərqi də müəyyən etmiş olursunuz. İndi isə qaydırıq biz 9-cu dərsimizdəki mətnin doğru cavabına, onu izah etməyə. 9-cu mətnimizi xatırlayırsınız. Yerin kürə formasında, daha doğrusu geoid formasında olması ilə bağlı bir mətn idi. Tapşırıq belə idi, mətnə əsasən doğru fikri müəyyən edin. A variantında yazılıb ki, mətndə 7 alimin yerin kürə formasında olması ilə bağlı qənaətini görürük. Düzdür, burada 7 nəfərin adı çəkilib. Pifagor, Aristotel, Eratosfen, Ptolemey, Magellan, Isaac Newton, bir də Əl-Biruni. 7 nəfər var, amma burada Magellanın alim olması ilə bağlı heç bir fikir yoxdur və həm də biz onunla bağlı cümləni oxuyanda görürük ki, adam səyahətçi olub. Yəni, gəmi ilə hərəkət edən adam olub, adamın alimliyinə bir işarə yoxdur. Demək, A variantı səhvdir. Əslində, mətndə 7 yox, 6 alimin
olması qənaətinə gəlməliyik. Yerin öz oxu ətrafında və günəşin ətrafında fırlanması onun külə şəklində olmasına səbəb olmuşdur. Bu fikir öz-özlüyündə səhv. Niyə səhvdir? Çünki biz axırıncı abzasda görürük ki, əslində deyil, yer formasına görə heç bir həndəsi fiqura uyğun gəlmədiyi üçün onu geoid adlandırırlar. C variantında deyir ki, yerin həcmi barədə fikir təxminən 1000 il qabaq irəli sürülmüşdür. Bu fikir səhv olur. Niyə? Çünki Eratosfen eramızdan əvvəl 276-cı ildə doğulub, 194-cü ildə ölüb, təxminən 2200 il bundan qabaq yerin külə şəklində olduğunu qeyd etməklə bərabər o və Biruni yerin çevrəsinin uzunluğunu da hesablamışlar. Əgər yerin çevrəsinin uzunluğu məlumdursa, bu demək ki, onun həcmi də təxminən məlumdur və bu isə 2200 il bundan qabaqdan məlum olub. Ona görə C variantı səhv. Y variantında yazıb ki, İsaac Newton yerin tam külə formasında olmadığına görə, İsaac Newton yeri tam külə formasında olmadığına görə geoid adlandırmışdır. Amma son abzasda isə konkret olaraq demir ki, yer külə formasında olmadığına görə geoid adlandırılır. Deyir, heç bir həndəsi fiqura uyğun gəlmədiyi üçün geoid adlandırılır. Deməli, E variantı da səhvdir. Doğru variant D-dir. Niyə? Yerin külə formasında olmasının əyani sübutu 16-cı əsrə təsadüf edir. Bəli, Magellan 16-cı əsrdə yazıb 1519-22-ci ildə. Bəli, 16-cı əsrdə ilk dəfə deyib, dünyanı dövr edərək yerin külə formasına malik olduğunu sübut etmişdir. Doğru cavabımız D variantı olur. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunursa, mənim üçün nə mutlu.